Polikistik yumurtalıqlar sindromu və yaxud polikistoz bu təkcə yumurtalıqların xəstəliyi deyil. Bu ciddi hormonal dəyişikliklərə bağlı olan və gələcəkdə xronik xəstəliklərlə özünü göstərə biləcək metabolik bir xəstəlikdir. Polikistik yumurtalıqlar sindromunun müalicəsi təkcə xanımın hamilə qalması üçün vacib deyil. Həm regular aybaşının olması, həm də metabolik əlamətlərin normallaşaraq gələcəkdə tip 2 diabet, ateroskleroz, insult, infarkt, onkoloji xəstəliklərdən qorumaq üçün müalicəsinin aparılması lazımdır. Və polikistik yumurtalıqlar sindromu deyəndə təkcə yumurtalıqların kista şəklində olmasından əlavə bədəndə baş verən, orqanizmdə baş verən ciddi hormonal pozğunluqların olması nəzərə alınmalıdır. Hansı hormonal pozğunluq daha öndədirsə, orqanizmin xüsusiyyətini, qidalanma tipini, yaşını, yanaşı xəstəliklərini nəzərə alaraq endokrinoloq tərəfindən uyğun müalicə sxeminin təyin olunması lazımdır. Belə pasientlər təkcə hamiləliyə qədər deyil, bütün ömür boyu endokrinoloq konsultasiyasında olmalıdırlar. Bu zaman məqsəd gələcəkdə yarana biləcək xronik xəstəliklərin qarşısının alınmasıdır. Özünüzə yaxşı baxın və bu videonun daha çox qadına çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Hörmətlə, sizin endokrinoloqunuz Doktor Ayşən.